Hala keyfiyiz. Ne var yok? Nene ne durursunuz? Yaxçısan inşallah. Yorulmayasınız. Ne var ne yok? Kefiz yaxçı değil. Nene sizin kefiz necədir? Görəm Allah keyfini. Allah ifsələsin. Yaxçısınız da inşallah. Bəli. Ha, neyiniz, neyləmisiniz? Azdalı Allah'ından da sürəsindən saydı. Allah köməyiniz olsun. Allah ifsələsin. Nene bura astamaldır da, hə? Bəli, o gürdür. Allah sizin köməyiniz olsun. Bəli. Nene, qoyun quzuz nə qədərdir belə gün zat edirsiniz? Mənim nə qoyum var, nə quzum var, nə davorum var, nə molum var. Elə özümə. Aha. Bəs o Günü də olmuşam, dedirəm, bekörəm. Aha, alın siz özdə deyirsiniz, Həm bəs özümüzə dedirəm. Aha, Allah köməyiniz olsun. Allah səlamət olsun. Salam. Hə, nənə sizin keyfiniz necədir? Əhvalınız yaxşıdır inşallah. Nə var nə yox? Sağ olasın. Allah köməyiniz olsun. Nə cürdür? Gördüm burada durubsuz, baxırsınız eşiyə də. İş vəsiz adı qutarıb elə bilə. Bəli. Bekarçılığa çıxıbsan. Bəli. Allah ifs eləsin. Əziz tamaşaçılarımız, salam ərz edirəm xidmətçiyə. Gəlmişik bu günləri Astamal kəndinə. Deməli, Astamal kəndi Xarvana Şəhəristana tabi olan bir dənə kənd. Elə yolundan uçuş istəyirdik, varı dolaq kəndə. Gördük ki, analarımız, bacılarımız burada durublar. Beysəb kəndi, gün vırıbdır, qəşəng. Hava da bir qolay yaxçıdır, istidir. Gedəcək bu günləri bu kənddən xidmətinizdə olacaq inşallah. Sən gəldin buraya, Hə? nurduldu bağa. Nə Sən gəldin buraya, nurduldu bağa. Sən gələn yollara qurban sadağa. Sağ ol nənə, sağ ol. Eşitdin? Sağ ol nənə. Sən ki gəldin buraya, buranı. Tiydin də, yaxşı oldu. Allah sizi eləsin. Buyurun. Allah sizi səlamət eləsin inşallah. Allah Sən bir səni şeir də- oxudun nənə. Allah səni də salamat eləsin. Allah sizi eləsin. Çıxaram da boşuna, Aha. dərdimi yozaram doşuna. Sağ ol nənə. Gələn gedən oxusun, görsün nə gəlib boşuma. Bildin? Allah sizi eləsin. Hə. Hə, hə. Sağ ol nənə. Savalan buzulaydı. Dövrəsi qorulaydı. Döydə olsun demirəm. Hə, Allah sizi eləsin. Bizim dağa qor düşər, Hə. həyatından yol düşər. Adamın ki 4 qardaş öldü, evi dağıldı. Ulan sahib öldü, yetimlər qaldı. O nənənin ürəyinə xol düşər. Ay sağ ol nənə. Allah sizi səlamət eləsin. Astamal kəndinin aşağısıdır bura. Salam, yaxşısın inşallah. Burada Astamal kəndinin aşağısıdır. Üstdən elə yavaş-yavaş bir müddət yoxuca çıxdıq, bir müddət yenişə yendi. Yəni bu kəndin yolu bir cürdür ki, yəni gələ yolun yarısı yoxuca çıxmaqdır, yarısı yenişə yenməkdir. Ta yetişir gəlir bura. Astamal adında bir dənə kənddir, Xarvana bəxşinə tabi olan bir dənə kənddir. Bunlar da kəndin mehriban əhalisidir, zəhmətkeş insanlarıdır. İnşallah bu günlər bu mehriban dostlarımızın xidmətlərində olacaq. Salam, əmin necəsiniz? Yaxşısınız inşallah. Allah sevs eləsin. Bizimlə yol bir olun inşallah. Görək bu Astamal kəndinin zindəcanlığı nə mənə ilə soruşur. Bunların dəbləri necədir, rəsmləri necədir, çətinlikləri nədir? Bizimlə yol bir olun. Gəlin əmicə də kəndə sarı. Əziz tamaşaçılarımız, hörmətli dostlarımız, Astamal kəndinin mehriban cəmaatının xidmətindəyik. Bu yurtda, bu yerdə, bu məntəqədə mən elə gəzirəm, dolanıram. Hamı anaları görürəm, ataları görürəm ki, zəhmətlə yaşayırlar. Qarı, qoca nənələrimiz, sinnədə olmuş dədələrimiz genə işləyirlər burada. Fikir verirdim elə, biri bağda, biri bağatda. Nənələr öz işində, cavanlar öz işində. Hər kəs elə qəşəng burada yaşayışına davam verir. Analardan gördüm ki, burada qədimsayaq fətir pişirirlər. Buranın da fətirləri, bu məntəqənin də fətirləri qəşəng olar. Əziz tamaşaçılar, çox-çox yeməli, çox-çox məzəli olanlar. Xanımlar da ki, sərgələrində söz-söhbət yoxdur. Bir yol, istəyirik bunların bu yaşayışlarından bir iki kəlmə soruşaq. Görək, nə inirlər? Nənələr nə inirlər burada? Nənə, kefiz necədir? Yaxçısan? Hə? Hə? Allah'a çox şükür.
Başı qarışıb nənəmizin elə burada, Fətirə. Hə, nənə, sizin keyfiniz necədir? Sağ olasın. Yaxşısınız Xoş inşallah. gəlmisiniz, səfə Allah gəlmisiniz. köməyiniz olsun. Nənə, Ömür versin. bir iki dəqiqə o işinizi tətil eləməlisiniz. Elə bir baxın orada, o qapıya tərəf baxın. Görürəm əlinizdə bir dənə naxışınız var, nənə. Bəli. O naxış nə mənədir o gözəl güllər ondan vurırsınız bu Fətirin üstünə. Sizin kimi qonaqlara bunları xidmət eləyirik. Aha, Allah köməyiniz olsun. Nənə o naxışınıza bir baxa bilirəm, ona bax, ay sağ ol. Buyurun, buyurun. Ha, qəşəng. Nənə bu sümükdür elə bil, hə? Bəli. Aha. Öyle gül. Aşıqdır, güldür. Bu aşıqdır, güldür. Çüçər gül. Çüçə gülüdür, qəşəng. Burada gül vurulur. Bir də əziz tamaşaçılar, yerinə düşdü bir söz ərz edeyim xidmətçiyə. Təbrizdə ustakar, qulaq asın, ha sözə qulaq asın. Ustakar, küçəpəzlər, necə nəqşəsim var. Küçəpəzlər ki vardı, hamısı bu kətdəndir. Yəni Aslamal kəndinin küçəpəzlərin üstünə küçəpəz yoxdur. Yəni elə şəhərin hansı qismətində olsanız Şərqi Azərbaycanın, Təbrizin, görərsiniz ki, orada o yaxçı küçəpəzləri görürsəz, soruşsan qardaş, haralısan? Deyər Aslamallıyım, yəni buralıdır. Nənə, xanımlar indi məsələn burada o işləri ki, məsələn çörək yapmadı, paltar yumadı, bunlardan əlavə nə iş görürsünüz? Heç iş görmərik. Bağda, məsələn girdəkan döyməd. Paltar yuyarıq, salqa elərik, Aha. ondan öyle iş görmərik. Girdəkanınız zadınız olmaz məsələn Hə, burada? olar, Aha, girdəkan Bağda zətdə olar. köməkliyi çatmaz. Gələndə olur, olmayanda olmur da. Buyur olmadı girçin. Aha, buyur gətirmədi. Xeyr olmadı. Niyə gətirmədi nənə? Afat tutdu, suyumuz olmadı. Aha, suyuz olmadı. Afadımız su tapmadı işte. Bir yol suya nə cürdür? Heç bir məsələn bir Suyumuz yok. aha tez quruyur, navaq Hə, quruyar suyumuz. suyuz. Suyumuz da çok genişe gelir da. Bu çapşanın suyu yoktu. Aha, odur. Suyumuz yoktu. Çayız olmur. Bəli. Aha. Allah sizi səlamət eləsin. Güzel anlaştığımız odur ki sizden su isteyirik. Aha. Sizden kəndə temizlik isteyirik. İnşallah. Bak siz de bizim kendimizin zaten. İnşallah nənə. Yol Allah- isteyirik, yolumuz yok. Aha, Maşinlerimiz yollar təsadüf yox uzadı. eləyir. Hə, olsun. İnşallah, Bəli. inşallah. Əziz dostlarımız, Aslamal kəndində elə bu cursuna gəzirdik. Gördük ki, bu kəndin hasıllarından gördük. Əsli hasılı bu kəndin girdəkandır, almadır. Bunlar da hesab yemişandır da. O şəhərdə zətdə dilə satırlar yemişan. Bu kəndin hesab cəmaatın gəlir yolları bundan olur. Bu da girdəkanlarının o deyərlər məğzidir. Qəşəng ağ girdəkandır. Bu bundan nişandır ki, kəndin bu hasılı yaxçıdır. Yəni yolunuz düşsə inşallah ziyarətə zada gəlsəz bu Aslamal məntəqəsinə, bir də bir qəşəng ziyarətgah var, görsədəcək inşallah onda. Çoxlu əzizlərimizdən gəlirlər, burada bir ziyarətgah var, oranı ziyarət elərlər. Nənə, keyfiniz necədir? Yaxçısınız? Salam arz eləyirəm sənə. Allah Xoş sizi gəlmisən. eləsin. Allah sizi səlamət eləsin nənə. Sağ ol. İstəyirəm kəndinizin bu girdəkan ki vardı, bu babətdə söhbət eləyək. Nə cürdür? Kəndinizin girdəkan... Girdəkanımızın suyu yoxdur. Biraz yuxarı tut, mən o səsiz alsın. Biraz suyu yoxdur da girdəkanımızın. Su yoxdur. Beytaş yox çatdı. Aha. Ondan yolu yoxadı. Yolunuz yoxucadır. Hə, Bəli. yollar yoxucadır. Ondan. Biraz yenişədir. Qazımız yox. Hə. Ondan Qaz yox. yollarımız da yoxadı. Bəli. Yollarımızı zot eləmir. İnşallah əziz məhsullarımız da eşidərlər. Bəli. Kəndlərin bəzilərinin müşkülü var. Elə bu kəndə yaxın neçədən kənd Mən var. məsələ Avandır. oğlu tamam. Gedirəm su toplayıram kuşum girdəkanlarımı. Aha. Hə, Bəli. girdəkanlara Biraz əziyyət çəkirəm. əziyyət çəksiniz. Nənə, girdəkanın gəliri nə cür olur? Məsələn, suyuz ola, bir qolay. Suyu olanda yaxşı olur. Aha. Suyu olmayanda biraz piç olur da. Aha, Ofat vurur. cəhəndə su Bəli, olmayanda get. ha. Nənə, bu girdəkan ağacını ki olur, bundan tələfzat olan olur, eşitmişəm. Sizin də kəndin üçün işiniz elə bu Bəli. girdəkan döyməkdir. Bəli. Nə cürdür? Kəndinizdən biri məsələn girdəkan çırpanda zərər görməyibdi, məsələn. Niyə Ölümdən, görmür? itimdən, qolu Görən qıçısın. görür, görməyəndə heç də olur. Aha, Təzəlikdə düşüblər. təzərətə düşüblər. Bəli, Aha. Bəzi tamaşaçılarımız qədimdən deyiblər çörək daşdan çıxır da, çörək daşdan ha. çıxır. Zəhmət ilə görsən ki, o bitki halal çörək tapmaq üçün çıxırlar girdəkan ağacı ucalıqda olur. Qolputağı susda olur. Girdəkan ağacının o yekəliyinə baxma. Görürsən 200 illik ağacdır. Daha qolputağı çürük olar. Üstünə çıxırlar ki, o girdəkanını avırsınlar. Ağacdır, qırılır. Görürsən 20-30 metrdən düşürlər yerə. 10-15 metrdən düşürlər yerə. Məsələn, asıb görürlər. Biraz da diqqət lazımdır. İnşallah ki, əziz dostlarımız şəhəri kənddə yaşayırlar. Şoğluları bu cür girdəkandır. Biraz müvazib olsunlar. Bu da kəndin bir hasılıdır. Almalar da var. Kəndin alma hasılı da vardı. Bu da dedim,
yemişandır. Çox sağ olasınız, var olasınız. Bəli, salam ərz edirəm indi o əziz şəhətdə yaşayanlarımız ki, məsələn, köçüb geyiblər, indi şayət Vəliyəsdə yaşayırlar, şayət Elgöldədirlər, hamısına salamımız vardı. Bu tərəfdən İdəli küçədə, o tərəfdən Abbasidə, Misir qəfəsində, 40 metrdə, fərq eləməz, şəhərin hansı qismətində olur olsun. Kətlilərimizdən bəli, o tərəfdən yoldaşlarımız deyil, bu Reyhanda olanlara, hər yerdə, fərqi yoxdur. Hamısına salamımız var ki, bir müddət bu kətlərdə yaşayıblar, sonra geyiblər ora. Bunun toziyini verim, əziz tamaşaçılar. Burada görürsünüz 2 dənə, buna irəzə deyərlər, irəzə. 2 dənə döyəcək var. Biri budur, biri budur. Qədim belə modumuş. Məsələn də zəhzat yox idi, şələ orasan dızcə qapınız. Məsələn, yoxmuş. Ona görə bu cür döyəcək varmış. Bunların biri kişi üçün dərs tamaşaçılarımız. Yəni bunu vursan, kişi gəlib qapını açar. Səsi biraz gəlindir. Bunun da səsi biraz ki, zəifdir. Zəif ha. Məsələn, xanım gələr qapını açarmış. Yəni məsələn, xanım indi gəlir qapını döyür. Bunu döyəndə, yəni mən məsələn qapını döyən xanımam. Xanım gəlib qapını açarmış. Bunu da ki, döyən deyərmiş ya mən bir kişi tayfasıyam, məsələn bu gün döyəcəyim də. Məsələn səs yanına mənə, səs yanına kişi tayfasıyam. Mən məsələn qapını döyən kişiyəm, indi ev yiyəsi. Məsələn bir dənə kişi gələcək, qapını açacaqdır. Salam aleyküm. Ya Allah, ya Allah. Qardaş şərəf var, yaxşısınız, əfacaz. Tozih verirdim. Çok hoşlanmışam Muharrem abi. Sağ olasın. Bəşli, muzahım oldum hə. Lütf eləmişsiniz, xahiş edirəm. Sistem bana tozih verirdim. Xahiş Allah edirəm, qapını tozih verdim, muzahım olmayın. Buyurun siz, buyurun. Bağışlayın. Bəşli, xahiş edirəm, xahiş edirəm. Güzel şeyler. Yok, qəribə pis oldu. Döydüm. Qəribə pis oldu. Nə edək? Qapını tozih verdim, o da çıxdı gəldi. Yav oldu. Hə, onu deyirdim ki, get. Onu deyirdim ki, məsələn indi bunu da döysən, bir zaman məsələn xanım tayfası gələr qapını açır da. Məsələn, yenə gəldi. Bunu da döyəndə məsələn görsən evdən məsələn belə istəyirlər ki, bir dənə xanım tayfası qapını döyür, bir dənə də xanım nə edir? Gələr qapını açır. Ona görə görsən səsi güzel. Hə. Bəli. Yenə siz gəldiniz. Hə, Allah. Sizsiniz. Salam. Necə? Hə, tozih verim. Nə bir saat keç otur evdə. Elə qapını döyəcəyəm, elə açmazlar ki. Bağışlayın. Ya da gəldizcə də icazə var da gəldiniz indi. Hər zaman Evdə xanım yox. Yox, indi xanım yox idi, yox indi. Ya bunlar da həmsəyədən almışam, gəlmişəm güzel şeylər. Bunlar əmanətdir, aşağı həmsəyədən almışam. Tozih verdim. Deyirdim şəhərin bəzi qismətində bu cür. Buyurun içəri. Mən əvvəl baxanda deyirdim bəs Buyurun. gəlim. Əvvəl baxanda deyirdim bəs şəhərdə bunlar modeli. Demə 300 il bundan qabaq kətlərdə modumuş bu mu? Salam, ya Allah, buyurun. Ha siz də. Bunları verərsən o həmsəyədən almışam onlara. Hə, samaşaçılarımız mən müdahilə də dəvət elədi. Dedi gəlin həyətə baxın. Biz də gəldik bu həyətə. Vəlim maşallah, maşallah. Mən müdahilə. Bura çox böyük həyət nəzərimə gəlir ha. Bəli, Muharrema, ay Məhəmməd əvvələn çox xoş gəlmisiniz Sağ siz olasınız. buraya. Məhəbbət eləmisiniz, qədəm ranca buyurmusunuz. Arz eləyim xidməti və ki, bu həyatı ki, müşahidə eləyirsiniz bura çox qisməti yuxarıdır. 200-300 il bundan qabağınçıdır. Qapısı da Bura elə. ərbabların həyətləridir. Aha. Burada da biz hər illər Ruzu Tasua günü gedərik İmamzadəyə heyətlərimiz, bəli. kullu astamallılar. Oradan gəldik, burada əzadarlıq elərik. Burada. Bura, bəli. Bunlar əgər çinançı bu həyət birdən məsələn Təbrizin valiyəsində zanda olsaydı, neçə milyard qiymət idi. Yenə bir 10 milyarda gedərdi belə bir yer ha olar şəhərdə. Çox gözəl həyətdir. Elə bizim də məhəllədə olsa, Səfalı həyətdir, yaxşıdır. bizim öz məhəlləmizdə də olsa, Təbrizdə elə olsa, elə görsən neçəyə gedər. Burada orada da nə mənə var, nə ora? Tənəbidir. Qoy gələk baxaq da. Bu da pışdır, nənə, hə? Zat odun pıncıdır. Aha, odun pıncıdır. Nənə qədim damdaşdır. Maşallah, maşallah, siz baxın əziz tamaşaçılarımız vığallara. Qədim, nənə, bunlar da qədimdir, vığallar da qədimdir elə. Bəli. Aha. Qədim vığallardır, qəşəng ağ, nənə, bunlar torpaqla soyubsuz ya cəcri? Xeyr, cəcdir. Cəcri. Cəcdir, rəhdir, bax. Aha. Qəşəng neçə dənə taxtalar var. Qəşəng taxtalar burada. Həribən çoxdur. Bir ha, Qədimidir. Qədimidir. Tarix nişan vermirsin neçə. Var, tarixi var. tarixi var. Nərelərdə var. Ha? Nərelərdə var tarix. Nərələrdə tarixi olsaydı bir oxuyardın. Orada bax, oradan gör var. Sonradan alıbsınız nənəsiz? Xeyr, elə əvvəldən tihtiriblər. Yox. Buranı sonradan sizi alıbsınız. Xeyr, bizdə də ulan adam yoxdur, öyle. Aha, onların adamlansınız. Aha. Nənə bəs elə siz xanın hesab oğlatlarından zanlansınız. Bəli də, xanın elə mən elə bir ağamız vəfat eləyib. Aha. İndi oğlum var. Aha, nənə burada deyirlər heyəti zadınız olur qəşəng. Bəli, ulan. İlin o Məhərrəmlikdə, Aşurada, Ulan, Tasuada heyətsiz olur.
Bu bundan nişan verir ki mütədəyyim bir insandır nənəmiz ki, Mümin kəndinə hal. adammışlar, müsəlman adam. Allah tamam olar ki, yaxşı adamdılar. Allah hamısını hifz eləsin. Bu bundan nişan verir ki, bərhal o dinlərində ustuvardırlar da. Gətirirlər heyətləri, ev eşi, yekədi. Kəndin əhaləsində bu xeyrin, şərin gətirirlər. Allah Allah həmişə abad eləsin, ev eşiyiz abad olsun. Onlar da tirdilər. Pəncərənin qəşəy orada bir qəşəy zat vırıblar. Qoy görüm o tarix harda yazıb da o tarix. Ha? Oxunmur burada. Bismillahirrahmanirrahim. Ha, oxunmur, yox, oxunmur. Ha, oxunmur. Burada bax duvarın yerinə bax. Bax bu duvarın yerinə. Yəni bu duvarın mən fikir edirəm 1 metr enidir. Qəşəng görür nə də sərgəylə buna zaviyə veriblər. Yaxşı mənim bir beləcə yeri bu Qızıllı bazarda olsaydı nə olardı? Dalısını hörərdim, ora tuşan olardı. Elə özüm belə dura bilsəydim tuşanda qızılları da yıxsadım ora. Gündə çaqqaçıq qum elərdim də. Qəşəng burada görürsünüz taxtaların hamısında yeri. Hər vəsailin özünün yeri olar. Qəşəng neçə dənə taxta vardı? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə taxtası var evin. Bu da çıraqdır. Çıraq məsələn bərq gedəndə onu məsələn yandırırlar. Bu da nə oldu qoyub bura ki, fışar yenəndə. Adam hərdən birinin açsın ağzını. Hala, o sıçan davası değildi onunla mahremamı attı ağzına. Bir de palacaydı, sıçan davası zadırlar, masmumlar. Oldu xeyr, Allah eləməsin. Məlumatı da bizim balalarımızın bir Masmumlar yazıq olurlar da, Sağ ol, Allah Allah eləməsin. razı Sağ olasınız, Allah razı olsun sizdən. Əziz tamaşaçılar, burada elə həmin ev şimdi görürsünüz. Oranın 2-ci mərtəbəsidir. Ora tənəbi deyərdilər, hə? Tənəbi deyərsiniz ora. Ha, ora tənəbi deyirlər. Burada 2-ci mərtəbədir ki, qonaqsaq qədim zaman gələndə gələrmiş bura. Müşəxəsdir ki, elə buranda qapılarından zaten indi mən fikir verirəm. Qədimi qapısı var. Biləsiz, gəlin yoldaşlar, gəlin içəri bir baxın. Gəlin bura. Burada məsələn çayların zadını qoyublar qəşəng. Məsələn bunun üstünə çay qoyarmış. İndi qoyublar. Ora çayxana oradır. Məsələn samavar qoyarmış ora. Gəl samavar orada olarmış. Şabab orada pişərmiş. Buradır. Bu da qapılarıdır. Baxın bir. Qaplarının görürsən bunu indiki nəticələr bunu kəsənməzlər ha. Bəli. Hə gördünüz də qapını. Baxın bir nəqşən, Nigaryanın nümunə. Bir daha bir söz deyim sizə. Qəlbinizə gəlməyə əziz dostlarımız. Gəlməz inşallah. Bu qapı indi İsfahanda olardı, hə? Şirazda olardı. Gətirmişdilər indi buna buradan bir dənə nur vermişdilər. Üstdən bir dənə nur vermişdilər. Burası nə bir bəzək, burası nə bir bəzək. Bunları tutmuşlar, bunlar yağ vurmuşlar, bunları rəhləmişlər. Oradan bir lambı qoymuşlar. Bir dənə də mənim kimi 3-4 nəfər ingilisi bilən, almanı bilən, hər demədən neçə dil bilən indi gəlmiş. Burada ingilisi deyilmiş. It is a... Evə nə deyər? Evə nə deyər? Ay mamınız. Horse. Ha, it is a horse. Divistə nə deyər? 300-ə nə deyər? Bilmirəm, 300 da. 300 il gitmət. It is a horse, 300 il gitmət. Məsələn, bu cür deyərmiş. Hərədən nə bir 50 min, 20 min, 10 min, 5 min bilet alamış. Dünyanı yığıb tökərmişlər indi bura. Bura. Bəli gəlib düşüb aslamala. Bu cüzünə qalıbdır. Bunu indi Allah bilir. Nənəmiz öz sərgəsini saxlayır. Bu gün sabah da görürsən başı qarşılacaqdır. Məsələn, dam duvar çürüyəcək, yıxacaqlar buranı görürsən şoxundan. Məsələn, Qızıl Güldən zətdən eşəcək. Burada qədim yaxcal ünvanını istifadə edilmişlər. Yoldaşlar mənim qulağıma getirdilər. Deyirlər, Hacı Məhərrəm, sən şayə bilməyəsən. Buranın içərisi biraz gedir o tərəfi, sərinlik. Elə bir yaxcaldır. Bu da rəhmətlik. Hə. Şimdi Hecəbrul Məlik. Mən müdaciə yoxuna, mən müdaciə yoxuna. Mən müdaciə xidmətində. Mən müdaciə, ona mənə dəlində qızıl deyil. Xahiş. Qızıl deyil, bu qızıl ola bilməsin, amma ver azmaca. Apara bilərsən. Qoy mən bunu verəcəm bir azmaca, deyərəm nə mənədir. Mən müdaciə. Bu əhsi kimdir? Bunu cəddiz mən baxım. Bu bizim kəndin ərbabı Nizaməlmülk Astamaldır. Adı. Ha, gəl bura, yoldaş siz gəlin bura. Qoy görək bunlar. Ha? Bu Hecəbrül Məlikdir. Yox. Bu kəndin qədim ərbabidir. Hecə mülkü deyərdilər dillərdə. Aha. Bir dənə mütədəyyim, mömin bir kişiymiş. O zaman buraya heyət dəvət elərmiş. Heyətlər burada gəlib vurarmışlar. Bu saxtamanidəki gözü, bu əbniyyən tikilibdir burada indi. Durmuşuq. Biz heyətlərdə istifadə edərik bu kənddə. Bir dənə miras fərhəngi bir dənə evdir. Aha. Və o zamandakı bu pulidəki bu xəşlənibdi burada. Deyir onun xomsun, mal imamın hər zadın özü verdi. Aha. Öz dəstərəncilə bura Əyləşin. tikildi ki, çün halal maldan tikilib, indi 280-dir, 300 il getməti vardı, bu cür pabərcədir. Aha. Bizdə indinin sizə Tasu, Aşuranı,
burada məhərrəmliyi Heyət-i Hüseyn Cəlallah burada əzadar olarlar. Bəli, Allah İmam bütün Hüseyn aya əza saxlarlar. Allah bütün möminlərin hamısını hifz eləsin. Murtada Ami bu siz nə mənə bilirsiniz bundan? bu Mustafa Azam idi, odur. Aha, adı. Şöhretleri Azam idi. Tehran'da da Mescid-i Süpersoğlar ki var, o da buranındı. Aha, Azami ders Bunların deyirəm. oğasınındı. Sağlar Azam ki vardı, Tehran'daydı. Bu oğlu Murtada Azami buradır, buranın sahibidir. Aha. O yəni Tehrandan məscidi bu titirib bir Məscidi Əzəmi. Bunun oğası Mescid-i Süpersoğlar'da. Sağlar Azam o Mescid-i Süpersoğlar'ı tihtirib. Onun da oğlu Murtada Azam idi ki buradır. Aha. Yazıb bu 1333-də. Yəni neçə il bundan O qabaq? hecamüt deyirlər indi. Aha. Təqribən 50 il bundan qabaq fot eləyib ya. Taliban var. 1333-də əsas alıb. 1333-də əsas alıb dinin. Ha. Nəyini? Gəlin oturaq. Bəli. Əziz tamaşaçılarımız, gəldik qədim evə. Gördük elə məntəqənin əziz məsullarından buradadılar. Miras Fərhəngcidən, Komikdə İmdaddan, Məscən Rusdaydan hamısı buradadılar. Sağ olsunlar. Aya Mənzadədəki məntəqənin Xarvana Şəhristanı möhtərəm bəxşlərdə oturmuşlar burada. Kəndin o müşkülatında söhbət edirdilər. Biz eşitə filmimizə tutduq. Bunlar kəndin o çətinliklərini ağsaqqallarla həm danışırdılar. Mən elə istəyirəm kəndimizin ağsaqqalları o müşkülatı desinlər. Bunu əmi yetirin o başdan elə, danışa gəlsinlər. Ta görə kəndimizdə elə verin o tərəfdən əmimiz desin, ta növbə gəlsin sizə. Hə. Əmi çeviz necədir? Söhbətiniz nə mənədən oldu ay bəxşlarla? Allah xoş gəlmisiniz hamınız. Sağ olasın. Ay bəxşidar, hamınız xoş gəlmisiniz. Lütf eləmisiniz. Bizim qazımız yox. Bəli, suyumuz yox. qazız yoxdur. Bəli. Bəli, qaz yoxdur. Əmi ver əmimizlə bir söhbət eləsin. Allah köməyiniz olsun. Əmi çeviz necədir? Allah ömür versin. Aha. Müşkülüz nə mənədir əmi? Sağ olasınız. Allah köməyiniz olsun. Müşkülümüz bizim əslisi sudur. Aha, içməli su. Deyil, ağaçlarımızı Aha. Əkinəcək suyu, əkinəcək suyu. Bir belə ki, zəhmət çəkmişik sinnimizin əvvəlindən indiyə. Ağaç yoğurtmuşuq. İndi də bu gün olub da, su bir ötkənə qıtılıbdır. Suyumuz yoxdur. Rahatla salsa buranın suyuna fikir verin. İnşallah, inşallah. Sağ olasın. Allah köməyiniz olsun. Çalbay əmi, sizin nə mənədir o zehninizdə olan çətinlik? Biraz yoxun tut o mikrofonu. Hasan Burçu buyurdu, sudan müşkülümüz var. Bəli, Babaqatımız elden gedir. bəli. Bir müşkülümüz ki budur su deyib, bir de bizim bu yolumuzun biraz isfalt olmayıb. Ora çok müşküldür bize. Bəli, Gördünüz də, çox gələn təşəkkür gördünüz, edirəm. yoxdur, bəli, Çox sağ olasınız. Hala müşküllər sağ olsun. Əmimiz il vurdular qıssa şəkildə. bəli. Aha, Allah azalmasın. Mikrofonu lütf eləyəsin əmin bura. Sağ olasın. Qəşəng qıssa dedilər müşkülləri, qıssa dedilər. Sağ olasın. Cənab ayı bəxşlərdən cavablar alaq, ayrı yoldaşlarımızın da yenə danışacaqlar. Ay bəxşlər xidmətçi salam ərz edirəm. Hala əzizlərimizdən bir-iki dənə müşkülə işarələri oldu elə əziz tamaşaçılarımız. Buyurasınız ki, inşallah nə etməliyik bu işlər üçün? Bismillahirrahmanirrahim. Mən də salamı, xeyri məqdəm ərz edirəm Çox sağ xidmətlərinizə. olasın. در خصوص سوال اولی که عزیزimiz buyurdular, Hacı Hacın mən istehsarlarını yetişim. Bu məntəqəyə coşuna feylən qaz rəsanə olunmayıbdır. Bəli. Hala inşallah ayəndə nəzdikdə o tür ki eşitmişik və şirkəti qaz qolun veribdir. Məntəqəyə gəlməyəmin həttəmən bunlar da bəhrəmənd olacaqlar. İnşallah. Coşun məntəqəsində elə bir lüləkeşiyə qaz olsa həttəmən Burada istifadə gələcək. edəcək. İnşallah, inşallah. Xidmətdəndir. Bəli. Ərzənim xidmətçisə در خصوص Bəli. آبهای کشاورزləri bilan vaqiəti məntəqə bəli biz qəbul edirik ki, burada bağatı vardı və su olmasa həttəmən aradan gedəcəklər. Sədd məişətlər bunlar qəbulən mütaliə olunmuşdu. Mütəəssifanə üçün tozih iqtisadisi yox idi. Hala o iki cəhat kişavərzi bizə elam edibdi. Feylən məqdurdər. Yəni o etibar ki qoyulacaqdı və o bərdاشت ki eləyəcəklər, tozih yoxdur, tozih iqtisadisi. Yenə müstəlzəmi peygiridir ki, biz həttəmən gələ peygirlik eləyək, sazmanı cəhat kişavərzdən də biz xahişimiz var ki, həttəmən bu zəminədə təşvif etsinlər, mütaliə mücəddəd ya hala tərhi nisbətən bir balaca nəzərdə alsalar ehtimal var etibarət. Mən də xırdaca istəxri vurmaqlarla. Eləyə bilərlər ki, o tərhlərlə cavabgoyu qisməti az müşkilatı məntəqə olsunlar. در خصوص asfaltda mən ala inşallah
ayəndə nəzdikdə Bəli. Cəlsə Şurayı İdarə ki, əxirən varımız idi. Bu bəhsi 4 kilometr ki, təqribən qalır. Onu da mətrəh elədik. İdarə Rah Şəhərsazi müqəddəmat işi görübdü, əvvəliyyə işlərini görüb. در خصوص واگذاری به پیمانکارda iqdamat olunubdur və əxirən inşallah bunların bir tərhləri qalır Rustay İri oluyor da. Təqribən kilometr yarım orada işlər var. Ora qutulandan sonra bilafasılə təşrif gətirəcəklər ki, 4 kilometr baqi imandadır da burada. Əgər əlbəttə bu mətləbi yetim məsələsi ki, inşallah hava icazə verər. Çünki burada təqribən məntəqə sərdsirdir. Hava icazə versə inşallah ayəndə nəzdikdə bu səyimiz budur ki, bu baqi imanda o 4 kilometr kimi hududunda da asfalt olmuş. Bəli. Az cümlə bu kəndin müşküllərindən ki, birini müşahidə elədiniz və gördünüz, xidmətlər zərz eləməliyəm. Tərih hadisidir. Tərih hadi ta bu hal bu kənddə icra olunmayıb. İstəyirəm sual eləyəm. İlləti nəmə nədir? Kəmbudiyyə, bütcədir, kəmbudiyyə, etibardır, ya əhalımızda müşkülü var, ya dehyarımızın kəmkarısındandır. Təqazəm budur ki, tərih adı burada hər ki səriytər icra olunsun, həm turisti ayağa düşüb bura Seyidcəbrayəyə xatir rəft amət müşküldür. Xahiş eyləm bunların düşələrinin hətta gəli sənci fərş olunsun. Məmnun lütfünüzdən. Bəli, Ayman Zəhmət buyur elə xahişimiz odur ki, Bunyad-ı Məskənin rəis ünvanında bu dostumuzun sualını cavab buyurasın. Bismillahirrahmanirrahim. Bəndə də salam arz edirəm xidmətlərinizə. İcra-i tərhadi Rustay Astamal, Zoz-i Projehay پیشنهادی بنیاد مسکن در قالب برنامه پنجم توسعه که انشالله به مقصد تخصیص اعتبار در شورای برنامه ریزی شهرستان در اولویت اجرا olunacaq fəqət əhalinin müşarikəti və məsir quşağı və azadsazi məsir olunsa ki, inşallah ayında da müşkülümüz olmaz. Daha şimdi iki tane zımışka tutdun. Güləş var, 2 dənə var. Güləş, aha, darıxma. İndi xidmətçi olacam, zımışqadır, təzə zımışqadır. Günə baxan deyirlər də, kəndin Beysab elə bağlarında, bağçalarında olur. Su olsa qəşəng bitər. Və hop, qola bitib elə, əlhamdülillah. Gördüm burada bir dənə evdir. Bir dənə xanavadadır, Girdəkan burada sındırırdı. Dedim bu kəndin gəlir yolu Girdəkandandır. Bir tane Girdəkandır, qoyublar bura, tut bir tərəfdə Girdəkan sındırırlar. Salam aleyküm, yaxşısan? Keyfin yaxşı, adın nədir? Mən Suma bir bax görüm oraya bir, bax görüm oraya. Neyinirdin burada, nə iş görürdün? Hesab. Çuf gedirdin? Hə? Yoldaşlarınla gedərsən bu çufda? Qızlar bu çufu gəlin görmür, yaxşısınız. Çuf gedirsiniz bura, burada çuf gedərsiniz. Aha. Onun kim aslayıb bura? Onu hiç adamlardan asırdı. Aha, Mamam aslayıb. hə? Mamam aslayıb. Maman burada aslayıb ki, burada çuf gedirsən. Aha. Bətər gedirdin axı, yıxılmazsan, gündə gedərsən. Hə, əziz tamaşaçılarımız, kənd uşaqları bu cursuna hesab görürsən küflər olur, gedirlər. Şəhər yerində uşağı ağlayır, görürsən 7 gün, 5 gün ağlayıb, 6 gün ağlayıb ki, mən ölüm, mən aparın o bağda, Pakizə zətdə görürüm, məlkə bir küf getdi, onunla gedirsən. Çıxanda bir pul alırlar, gedəndə bir pul alırlar, uşaq da orada gedir. Yazıq bir 5 dəqiqə küf getməyə. Əl ürəkdə. Yaxşı, uşaqlar, sizin keyfiniz yaxşıdır hamınızın? Bəli. Hamınızın keyfiniz yaxşıdır. Bəli. Neçə nəfər kəndinizdə dərs oxuyanınız var? 9. 9 nəfər. Bəli. Neçəsi oğlandı, neçəsi qızdı? 3 oğlandı,
Aha, 6-sı da Qız. qızdır. Aha. Neçəyəcən oxuyursunuz? 5-əcən var, Xeyr, şişimə çək. 6-yəcən var. Bəli. Aha. 6-yəcən var. Bəli. Yaxçı. Neçə müəllimimiz var da? Bir dənə. Bir dənə müəllimdir. Hardan gəlir müəllimimiz? Ha? Göşündən. Hardan? Kəsindən gəl. Şahsından gəlir. Aha. Nə cürdür müəllimimiz yaxçı dəstəyir, hə? Eşitdim, Biz qəşəng Təbrizdən. dəstəyir. Ha? Biz Təbrizdən gəldik. Aha, siz qonaq gəlmisiniz. Aha. Siz burada dərs oxuyursunuz. Bəli, bəli. Yaxşı. Qəşəng dəstəyir müəllimiz. Bəli. İstəyirsiniz nə qədər dərs oxuyasınız bu kəndinizdə? Məsələn, sabah 6-nı qutardınız, nə edəcəksiniz? Gedək Təbriz. Gedəcəksiniz Təbrizə. Siz hara gedəcəksiniz? Biz də Təbriz. Siz? Biz qalaq burada. Yəni 6-dan sonra oxumayacaqsan? Hə? Niyə oxumayacaqsan? Bəli. Hə? Gedəməyəcəksən Təbrizə? Nə? İnşallah sən də. Siz hara gedəcəksiniz? Təbrizə. Siz ki Təbrizdəsiniz, siz? Biz də söyürük gedək Təbrizə. Aha, getməyəcəksiniz yəni. Gedəcək. Yəni 6-nı qutarandan sonra gedəcəksiniz. Bəli, bəli. Kameriz var orada. Bəli. Aha, yox. Qızlar siz dərs oxumusunuz? Neçəni oxuyursunuz? Aha, onlar da 5 oxuyurlar, yaxşı. İnşallah ki, bütün uşaqlar eləyə bilsinlər ki, yuxarı mərhələlərdə dərslərini oxusunlar, basavad olsunlar. İnşallah ki, hamı eləyə bilsin, bu savad nemətindən istifadə eləsin. Yaxşı, sən elə çuhu get, sən elə çuhu get. Get, görüm qəşəng nədir yesin. Özün get, görüm, müvazib ol. Qəşəng, aferin, get, müvazib ol, hava get. O rəvişdə, o ayaq ki getdi göyünüzünə bax bir. O ayaq ki getdi göyünüzünə, yəni mənə, aha, üzüldü. Qoy qəşəng nədir get. Məhəbbət bağının barı, köçmüş ömrün durnaları. Məhəbbət bağının barı, köçmüş ömrün durnaları. Keçmişimin aynaları, köçmüş ömrün durnaları. Mənim nazlı nəvələrim, dadlı duzlu nəvələrim. Mənim nazlı nəvələrim, dadlı duzlu nəvələrim. Aslamal kəndinə gəldik, o yer ki, İmamzadə vardı, ora gəldik. Bir dənə Aslamal kəndindən hüdudən 7 kilometr fasiləsi var. Yolu torpaqdır, vəli xop, maşın gəlir, gedir. Çətinlik yoxdur, inşallah gün o gün olsun ki, əziz məhsullarımız bu ziyarətgahın yolunda səhmana salsınlar, isvaltını salsınlar, ta o zahirlər ki, uzaq yerlərdən gəlirlər, o qismət yol ki, gəlirlər, daha çətinliklə gəlgət olmasın. Bəli, ərz olsun ki, yoldaşlarımızdan biri Ayıb Purtəhmaz, buranın heyət ümanasıdır, zəhmət çəkiblər yoldaşları ilə bahəm, sağ olsunlar, kəndin əhalisi ilə bahəm. Ta buranı bu cür gətiriblər, bu halətə salıblar, əlləri armasın, Allah bunlara əcri versin. İstəyirəm bu Seyid Cəbrailin haqqında söhbət eləyəsiniz ki, bu babətdə nə məlumatınız var? Əzim xidməti var ki, bura bir də İmamzadəyə Seyid Cəbraildir, Astamal kəndində vadı olubdur. Bu Musa ibn Cəfərin nəvələrindəndir. Bəli. Bura qabaqcadan yavaş-yavaş istəyirdi bura təxrib olsun xarabə halətində. Bir şeydə idarə Uqaf tərəfindən və ustandarı tərəfindən bu cür oldu ki, buraya bir etibar vuruldu ki, Dehyar möhtərəm buranın xaçbərdarısını eləsinlər. Bəli. Bura xaçbərdarı olandan sonra cətdilər, Naxçıvəndar fərmandardan Naxçasını çəkdilər, İmamzadənin Naxçasının bu saxtamanı. Biz də bir ünvanı heyət ümanayı bu İmamzadə gəldik burada xidmətguzar olduq buraya. Bəli. Biz həm bu Astamal əhlindən tək-bətək bina təşəkkür edirik ki, indiyə kimi bizim əlimizdən yapışıblar, köməklik ediblər bunların hamısı və az cümlə tamamı buraya zuvvarlar ki, gəlib, onlar köməklik ediblər. Ta bu həddə yetişibdir bu saxtaman. Çox sağ olasınız. Düzəlibdir. Biz bunların hamısının əlindən öpürük. Sağ olasınız. İnşallah da bundan belə də bizi tək qoymasınlar, köməklik eləsinlər ta buraya. Zahir səratikaq gəlib gedən burada biləxərə çoruq çəkməsin. Bəli, inşallah. Əziz olsun əziz tamaşaçılarımız,
Seyid Cəbrayıl İmam Musa ibn Cəfərin nəvələrindəndir ki, burada yazıblar. Bu yazılar hamısı sənəd üzrə yazılıb ki, bu əvvəl gedib İsfahana, sonra yolun bu güzərdən salıb. Ustad Şəhriyar ki var, Ustad Seyid Məhəmməd Hüseyin Şəhriyar da Seyid Cəbrayılın nəvələrindəndir. Yəni o sənədlər şəldə var, şəcərənamələr ki vardı, yazıblar. Görüblər ki, Ustad Seyid Məhəmməd Hüseyin Şəhriyar da Seyid Cəbrayılın nəvələrindəndir ki, elə o da buradan qeysət baş alıb gediblər. Allah hamıza səhət bədən versin, əziz tamaşaçılarımız, inşallah ki, əmmi Ətharın köməkliyindən biz uzaq qalmayaq. Çox sağ olasınız.